1996-cı ildə vəfat eləməsinə baxmayaraq, Bolqar mənşəli görücü Vanqa gələcəyi haqda dəqiq və dəhşətli proqnozları ilə hələ də gündəmdədir. Müsavat.com məlumatına görə Vanqanın Şahzadə Diananın ölümü, Amerikanın ilk Afro-Amerikalı prezidenti Barack Obamanın seçilməsi, 11 sentyabr hücumları və COVID-19 pandemiyası kimi bir sıra mühüm hadisələri əvvəlcədən xəbər verdiyi iddia olunur. Onun 2025-ci il üçün verdiyi yeni proqnoza görə insanlar ilk dəfə yad planetlərlə qarşılaşmış olacaq. Bu, dünya miqyasında təşkil olunan böyük bir idman tədbiri zamanı baş verəcəyi bildirilir. Proqnoza əsasən həmin an göy üzündə yeni bir işıq görünəcək və bu işıq dünyanın hər yerindən izlənəcək. Hadisə zamanı bir uçan naməlum obyektin peyda olacağı və bunun insanlarla yad planetlər arasında ilk təmas olacağı bildirilir. Vanqa bu qarşılaşmanın qorxulu deyil, cavablar gətirəcəyini iddia eləyib. Qeyd eləyək ki, proqnozda bu hadisənin hansı idman tədbiri zamanı baş verəcəyi və ya hansı ölkədə yaşanacağı isə qeyd olunmayıb.